arada bugünü pis xəbərlərlə başlamışam. Mamam Instagramı açıb. Əvvəl ancaq YouTube-daydı, indi artıq məni stalk eləyir Instagramda da. Biraz badamlı içim, sakitləşim. Divanada. Storylərdə gizlədə bilmirəm, başı çıxır. Kimsə öyrədib ona. Düşmanlar, yəqin qardaşım. Icons Talks-a xoş gəlmisiniz. Sizinlə mən Aytən. Xatırlayırsınızsa, birinci sezonun konsepti bizdə mətbəx idi. Amma bu dəfə tamamilə fərqli olacaq. Çünki mənim qonağım sadəcə yemək bişirmir. O bu işi sənətə çevirib. Bugün biz bir gözəl xanımın öz mətbəxindəyik. Qarşılayın Nigar Əskər. 151 gəlmişsiniz. Sizlərdə hər birinizi komanda üzvlərini deyirəm. Sən də xoş gəlmisən. Çox sağ ol. Və təbii ki, əli boş gəlməmişik. Gözəl. Gülləri sevirsən. Niyə belə hər kəs gülləri sevir? Amma kimsə fikirləşir ki, gül artıq masrafdır. Sən də elə düşünürsən? Əsla. Gül mənim üçün çox həssas yerimdir. Yəni ən çox hansı gülləri sevirsən? Mən gülləri ayırmıram ümumiyyətlə, çünki güllərin hamısı gözəldir. Yetər ki, güldanımda həmişə gül olsun. Bu cümlə üçün çox darıxmışdım. Nigar, bugün biz nə hazırlayırıq? Bugün əslində çox sadə görünən bir salat hazırlayacağam. Amma hazırlayanlar həqiqətən də mənə çox sağ ol deyəcəklər. Çünki onun içində alma var. Alma da bunun dadını tamamilə fərqli bir dada çevirir. Yoxlayıb mütləq ki, degustasiya eləyərsən sən də. Mütləq, evdə mütləq gedib hazırlayaram. Nigar, sən bu işdə 8 yaşındansan, düzdür? Bilirəm ki, 8 yaşından yemək bişirməyə başlamısan. Mən belə baxıram ki, çox dərin araşdırmısan məni. Bəli. Necə oldu ki, sən hiss elədin ki, sən çünki 8 yaşda, mən 18 yaşda hazırlamırdım yemək. Necə hiss elədin ki, bu sənə alınacaq? Belə deyim də, mən indi başa düşürəm ki, bizim əslində bacarıqlarımız hardan qaynaqlanır? Bizim həyatda yaşadığımız o bəzi durumlardan, düşdüyümüz o bəzi vəziyyətlərdən ortaya çıxır, biz öz potensialımızı kəşf edirik. Mənim anam iş xanımı idi və həmişə işdə olurdu mən dərsdən gələndə. Atam da işinlə bağlı ölkə xaricində çox olurdu və təsəvvür edin, bir gün mən evə gəldim, açdım soyuducunu, gördüm mənim bəyənmədiyim, sevmədiyim bir yemək. Mən də çox tərs uşağı idim. Mən istirdim ki, mənim istədiyim yeməklər olsun hər zaman. Gördüm orada ərzaqlar var və gətirdim. O ərzaqlardan 3-cü sinifdə oxuyurdum ilk dəfə yemək bişirəndə. O ərzaqlardan gətirdim, badımcan bişirdim. Hansı ki, o soğanı yağda eləyib, doğrayıb, badımcanın o acı suyuna qədər çıxartmışdım. Necə onu mən öyrənmişdim. Heç yerdə görməmişdim. Bəlkə mama hazırlayanda ona baxırdın. Xüsusilə baxmamışdım da. Yəni sadəcə görürdüm ki, evdə belə hazırlayırlar. Və onu da sonra sarımsaqlı qatıq düzəltdim yanında. Öyle oturub yeyirdim ki, dayım gil qonaq gəldi. Bugünə qədər hələ də dayımın yoldaşı danışır ki, mən hələ dadlı badımcan yeməmişdim, düzdür, yağını bol eləmişdim, bilmirdim. Amma ilk yemək təcrübəm, o düşdüyüm durumla bağlı, bəlkə də məcburiyyət, artıq istirdim, yaxşı bir yemək yeyim, evdə də heç kim yox. Elə bir halda. Amma mən qızımı heç vaxt mətbəxə buraxmamışam, qorxmuşam. Elə bilmişəm ki, qazı yandırar, evi yandırar. Elə olmaq lazım deyil. Elə düşünürəm ki, uşağa biraz sərbəstlik vermək də lazımdır. İnsanlar necə fərqlidir? Nigar bəyənmədiyi yeməyi görəndə özü durub yemək hazırlayırdı. Amma mən pəncərədən atırdım. Təsəvvür elə. Uşağı idim, başım çıxmırdı da. Mama da biz yeməyi yeməyəndə bizi döyürdü. Hətta görsən mən biraz psixoloji durumum pisdir canım. Və mən də mamanın qorxusundan atırdım pəncərədən. Rusiyada yaşayırdıq onda. Bir dəfə məni tutdular. Biraz uzaqdan atmadım deyə balkona düşdü. Həmin gün necə çırpıldımsa ondan sonra odur budur yeyirəm həmişə. Bəs Nigar, məncə bir çox xanımlar bizdə Azərbaycanda çox gözəl yeməklər hazırlayır. Necə sənin kimi bu belə deyək, bu bacarığı sənətə çevirə bilərlər səncə? Nə məsləhət görərdin onlara? Əslində tək yemək sahəsində yox, insanlar bacardıqları bütün hər bir şeyi, əl işləri olsun və yaxud adi şeir qiraət eləmək olsun, ümumiyyətlə özündə kəşf elədiyi hər hansı bir potensialı sənətə çevirmək məncə sadəcə istəməkdən başlayır. İstəmək lazımdır. Sadəcə istəmək. Hər bir şeyi istəmək lazımdır. Tək onu yox. Ümumiyyətlə həyatınızda yaşaya biləcəyiniz, yaşamaq istədiyiniz hər bir şeyi sadəcə istədikdən sonra, zaman keçəndən sonra baxırsan ki, doğrudan da mən bunu istəmişdim.
sorğu keçirirəm səndən Nigar. Suallar sənə verəcəm. Sən də düşünmədən mənə cavab verirsən. Düşünmədən. Olar Bəli, düşünmədən. Yox, düşünmədən cavab elə daha maraqlı olur, daha haqslı olur. Birinci sualım. Nigar, səni ən yaxşı təsvir edən 3 söz hansıdır? Məsuliyyətli olmağım. Razıyam. İnsan özü-özünə tərif deməməlidir, amma siz nə Ya sənin güclü tərəflərində belə deyək. Güclü tərəflərim məsuliyyətli olmağım, bütün işlərimə məsuliyyətli yanaşıram. Səbirli olmağım, amma bu bütün mövzulara şamil edə bilmərəm, çünki bəzi mövzularda çox səbirsizəm. Məsələn, nədə səbirsizsən? Ən çox yaxınlarımla emosionalam, səbirsizəm. Amma digər məsələlərdə çox səbirliyəm. İş mövzularında oğlaq bürcüyəm. Bir də qəti şəkildə necə deyim, qətiyyətliyəm. Bir şey istəyirəmsə mütləq ona çatmaq üçün hər yolu keçməyə hazıram. Nigar, hansı yeməyi sən hər gün yeyə bilərsən, bezmərsən? Ət. Ət yeməklərini. Ət yeməklərini çox sevirəm. Demək olar ki, hər bir yeməyin içində ət axtarıram. Hətta doğğanı belə ətlə yeyə bilərəm o dərəcə. Ay, nə maraqlı. Ən çox səni nə motivasiya edir? Pozitiv insanlar, pozitiv düşüncə və ətrafımda verimli insanların olmağı mənim demək olar ki, həyatda ən böyük motivasiyamdır. Kimlər ki, həyatdan daim şikayət edir, onlar mənim həyat enerjimi söndürə bilərlər. Çünki o sarıdan mənim sanki bu enerjim çox zəifdir. O insanların yanında mən sönə bilərəm. Ona görə çalışıram ki, pozitiv insanlarla təmasda olum. Bəs kontent ideyaları hardansa götürürsən, yoxsa hamısını özün düşünürsən? Yəni hardansa ilhamlanırsan? Əlbəttə ki, biz hər birimiz ilhamlanırıq. Gördüklərimizi, trendlər olsun, fərqi yoxdur. Bəyəndiyimiz hər hansı bir özümüzə yaxın hiss etdiyimiz məqamlar olsun. Özümüzünküləşdirilmiş formada ediriksə bu çox normaldır. Kopyalamağı sevmirəm. İlham almaq başqa bir şeydir, başqasını kopyalamaq tamam başqa bir şeydir. Bunları qarışdırmamaq lazımdır. Məncə də. Sənin üçün ən çətin etiraf hansıdır? Məsəl üçün nəyi bu gün etiraf edə bilərdin? Bax, məsələn, mən həmişə düşünürəm ki, mən düzəm. Amma mən etiraf edirəm ki, bu mümkün deyil. Mümkün deyil. Mümkün deyil həmişə düz olmaq. Mən kimlənsə mübahisə edəndə elə bilirəm ki, həmişə düzəm. Və etiraf edirəm ki, bu həmişə düz deyil. Bəs sən? Mən artıq elə bir yaşa gəlmişəm ki, heç kimlə mübahisə eləmirəm. Düz olduğumu da ümumiyyətlə heç kimə izah etmirəm. Niyə? Çünki qarşımdakı insan istədiyini anlayacaq, görmək istədiyini görəcək. Mən nə qədər danışsam da zaman israf olacaq. Ona görə də hər kəs öz dəyərində qalsa yaxşıdır. Özümüzü yəni qışqıraraq ifadə eləməyin məncə heç bir mənası yoxdur. Bəs yaxşı, başqa nə etiraf edə bilərsən bizə? Nə mənada? Yəni çox mövzular var etiraf üçün. Bu məsəl üçün bəlkə sən qıraqdan heç kimə kövrək insan kimi görsənmirsən, amma əslində çox kövrəksən. Yəni sənin haqqında bilmədiyin bir şey. Hə, hamının bilmədiyi bir şey. Hamının deyəndə izləyicilərin. Əslində bu etiraf sayılmır, amma dostlarımla, yaxınlarımla çox zarafatçılam. Həddindən artıq deyib gülməyi sevirəm. Yəni daha sonra izləyicilərimin görmədiyi tərəfi məni həmişə güclü görürlər, amma mən əslində o qədər də güclü deyiləm. Mən əslində çox emosional, çox həssas, yəni bir filmə baxıb ağlaya bilən, yəni çox saya bilərəm əlbəttə ki. Görünməyən tərəflərim var. Mən sadəcə nəyi göstərirəmsə, izləyicilərim o tərəfimi görürlər, bu qədər. Sənin fikrincə hazırladığın ən dadlı yemək hansıdır, Nigar? Düzdür, bütün yeməklərin dadıdır, amma ən... Onu pərdə arxasındakı insanlardan soruşun. Sizcə? Aş? Sual vermə. Sən mənim yeməklərimdə yeməmsən. Çünki Sizcə? hansı yeməğim? Dolmamı sevirdim aslında. Yox, ən çox aş. Hə, ikisi də aş dedi. Aş. Hə, plov növlərim zəngindir, dəhşət. Bəs sən hansı yeməyi ən çox bəyənirsən hazırlamağa? Hazırlamağa mı, yeməyə mi? Yox, hazırlamağa. Plov. Bəs yemək? Mən yeməyə daşdan yumşaq hər şey yeyərəm. Amma ən çox sevdiyim brinçikdir. Dolmadır. Brinçik nə ilə? Ətlə. Ətlə, hə. Təbii ki. Təbii ki. Ən sevdiyim. Bir də badlıcan biber dolmasını çox sevirəm. Bir şərtlə ki, Gəncə göyərtiləri ilə və rayondan gəlmə ətlə olsun. Ayda necə dəqiq sən Nigar. Çox. Həyatımı sorğuladım şu an.
Evə gedim biraz düşünüm bu haqda. Biraz həyatımı əlimə alım. Çox normaldır. Qurman olmasaydı mən bu günləri qida bloqeri ola bilməzdim. Hər şey dadlı yeməyi sevməyimdən başladı əslində. Elə o 8 yaşındakı Nigar da dadlı yeməyi sevməyi üçün o yeməyi hazırlamışdı ki, bəyənmədiyi yeməyi yeməsin. O pişik insanı sevmir, hə? Qonağı sevmir. Ay canım, xoşum gəldi. Adı nədir? Miya. Bığlı qız Bir deyirlər. kişi olsaydım Miya olardım. Allah Bığlı haqqı. qız deyirlər adına. Yaxınlaşan kimi Ləqəbi belə. var. Çox sevdim onu. Belə özünə hörmət edən pişikdi. Xoşum Çox, gəldi. Korolyevadır, yox. Mən də sanırım. Xoşum gəldi. Nigar, qızıva ötürdüyün ən vacib dəyər hansıdır? Təbii ki, birinci ailə dəyərləridir. Böyük kişi yeri bilməsi sabahları onun gələcək həyatında da böyük rol oynayacaq. Bir də ki, hər valideynin özünün tərbiyə metodu var. Mənim də özümə məxsusdur. Sadəcə istəyirəm ki, yaxşını və pisi özü seçsin. Olmaz deməyim də, ona elə bir şərait yaradım ki, o artıq özü seçim eləməyi bacarsın. Çünki mən hər zaman yanında ola bilməyəcəm onun. İstəyirəm ki, o olmazları, o yanlışları özü artıq başa düşsün, özü seçim eləyə bilsin. Bəs Nigar, qızınla daha çox rəfiqə kimisən, yoxsa o sərhəddi qoruyursan? Sərhəddi Yəni, mama qız. qorumaq şərti ilə çox yaxın rəfiqəmdir. Çəkinir səndən, yoxsa hər şey gəlib sənə danışa bilir səncə? Hər şey danışa bilir, amma eyni zamanda məndən çəkinir. Çünki düşünürəm ki, bu hörmətdən irəli gəlir. Biz də valideynlərimizdən çəkinmişik, amma mən daha çox qorxmuşam. Mən istəmirəm mənim qızım məndən qorxsun. Amma o sualı əslində vermək istirdim ki, qorxur səncə səndən? Biraz qorxmaq nə qədər düzgün ifadədir? Belə deyim, mənim bir baxışımdan artıq o başa düşür ki, vəziyyət hansı formadadır. O gərginliyi hiss eləyəndə artıq onun gözündəki o qorxunu hiss edirəm. Mən əslində yenə deyirəm, istəmirəm o məndən qorxsun. Çəkinməyin özü mənə elə gəlir ki, hörmətdən irəli gəlir. Və sonuncu sual. Bu həyatda ən böyük təşəkkürü kimə etmək istəyərdim? Əlbəttə ki, valideynlərimə. Anam rəhmətə gedib. Allah rəhmət eləsin. Ölənlərə biz rəhmət. Atam demək olar ki, mənim həyatda ən böyük dəstəkçimdir. Və bu barədə danışanda biraz həssas yerim olduğu üçün çox danışa bilmirəm, amma valideynlərimə çox təşəkkür edirəm ki, zamanında mənə düzgün istiqamət veriblər və bu gün məni mən edən məhz onların mənə yaratdığı, necə deyim, şəraitmi deyim, şərait dedikdə maddi şəraiti nəzərdə tutmuram əlbəttə ki, onların göstərdiyi istiqamət, verdiyi məsləhətlər və bir çox şey əlbəttə ki. Biz nə elədik? Gör başım çıxır da bu sualı verim. Hələ ki doğrama prosesindəyim. İçərisinə birazca yaşıl soğan da əlavə edəcəm. Çox az. Nigar, bildiyimə görə biraz şəxsi məsələlərə toxunmaq istəyirdim. Mən deyiləm. O sualları verməsəm. Sən uzun müddətdir ki, təksən, yəni ayrılmısan. Amma bir çox tanınmış simalar, blogerlər bunun üstündə hype tutur, prim tutur. Amma sən də heç vaxt görməmişəm ümumiyyətlə bu haqqda nəsə fikir bildirəsən, danışasan. Niyə? Çünki şəxsi həyatım haqqında danışmağı sevmirəm. Düşünürəm ki, özəldə qalmalıdır. Onsuz da biz belə deyək də, görünən tərəfik deyə, onsuz da biz paylaşdığımız qədərini izləyicilər görür. Sırf ona görə də şəxsi həyatımın belə deyək də, çox dərinliklərinə getməyi sevmirəm. Amma bəli, təkəm, ayrılmışam. Yəni bu qədərini deyə bilərəm. Neçə müddətdir artıq? Uzun müddətdir. Bəs mən buna hansı tərəfdən də baxıram? Bəlkə elə xanımlar var ki, onlar da ayrılıblar və səndən baxıb necəsə güc ala bilərlər, yoxsa onlara çətindir. Yəni bəlkə o tərəfdən necəsə paylaşa bilərdim məlumatı. Yəni xayb belə tərəfdən yoxa. Sadəcə bir məlumat kimi, bir motivasiya kimi və bunun motivasiyası olmur. Yəni özlərini güclü olsunlar da belə. Tamam, əgər artıq ayrılıblarsa, əlbəttə ki, bir mənalı şəkildə öz yollarını, özlərini tapmalıdırlar ki, həyatda qala bilsinlər. Çünki biz axı öyrəşmişik, yəni Azərbaycan xalqı olaraq sadəcə evdə çalışan tərəf və güclü tərəf, ki güclü tərəf onsuz da kişi olmalıdır. Kişi olsun və biz qadınlar tək qalmaqdan çox qorxuruq. Haqlı olaraq qorxuruq. Çünki həqiqətən də tək qalmaq o qədər də asan bir şey deyil. Heç kim asan gəlməsin.
nə boşanmağı, ayrılmağı, tək qalmağı təbliğ eləməyi sevmirəm. Çünki hər kəsin potensialı fərqlidir, hər kəsin həyata baxışı, həyatda duruşu fərqlidir. Hər kəs bacara biləcək deyə bir dünyada yoxdur. Ona görə addım atarkən yəni düşünmək, daha sonra addım atmaq lazımdır. Amma cavansan, gözəlsən, yenidən ailə qurmaq istəyərdin, Nigar? Əslində heç düşünməmişəm bu barədə. Amma bilmək olmaz. Hər şey ola bilər. Bəs həyatımda indi mənə bax, ağlımı çıxartmışam. Bir dənə də sual verim, sonra özümü yığışdıracağam, söz verirəm. İsti oldu özümə. Həqiqətən isti oldu ya. Bu sualların istiliyi yoxsa? Bəli. Bu mətbəxin enerjisinin istiliyi. Biraz da özü sıx. Axırıncı sual. Həyatında kimsə var? Yox, həyatımda kimsə yoxdur. Təkəm. Və bəlkə də olsaydı belə, yenə də onu burada deməzdim. Məncə. Bax, bilirsən də bura bir manifest ocağı. Düzdür, mən bilirəm ki, sənin həyatında məqsəd o deyil, o heç. Amma bax, tutaq ki də həyatında çox gözəl bir insan çıxdı, sənin dəyərini bilən, qədrini bilən, evli təklifi elədi. Gizlədərsən bunu sonuna kimi. Necə bunu təqdim eləyərdin Instagramda? Belə deyim, yəni evlilik təklifi eləmək çox belə qeyri-adi bir situasiya deyil. Təbii ki, əzmli bir qərardır. Ancaq onu açıqlamaq, yəni heç bir şey həyata keçmədən... Belə paylaşmarsan, belə şəkillər, belə şəkillər. Yox, bu mənim şəxsi həyatıma aiddirsə... Sən deyirsən ki, paylaşmayacaqsan. Yox, böyük-böyük danışmaq istəmirəm. Sadəcə olaraq hal-hazırdakı Nigar şəxsi həyatını paylaşmağın tərəfdarı deyil. Təbii ki, paylaşanda belə çərçivə içərisində olsa, düşünürəm ki, daha maraqlı olar insanlara. Amma əlbəttə ki, həyatımda dərin bir dəyişiklik olarsa, bunu təbii ki, gizlətmək də məcburiyyətimiz yoxdur deyə bunu rahat şəkildə izləyicilərimlə bölüşərəm. Ki, əslində 2025-də evlilik təklifi almışdım. Neçənci ildə gülahların kar oldu bu dəqiqə? Keçən il. Qəbul etmədin. Yox, qəbul etmədim deməyəcəm. Sadəcə, bu nədir? Ev istidir. Bizə Yox, bacı, suallar istidir. Suallar istidir, bir də Aytənin enerjisi. Vallahi suala baxmıram. Tabii bacı, bu dediklərindən sonra o heç bir sual bu qədər maraqlı deyil. Əsas məqam gəlir, xahiş edirəm, saça diqqət. O pişik səni bugün öldürəcək, ehtiyatda ol canım. Bayaqdan cumur belə. 2025-də evlilik təklifi aldın, Nigar. Ay, nə gözəl. Və mən burada yenə deyirəm, qeyri-adi bir şey görmürəm. Sadəcə olaraq bir o neçə məqamdan sonra başa düşdük ki, əslində fərqinə vardıq ki, yəni bizdə alınmayacaq. Yəni müəyyən indi dərinliklərə getmək istəmirəm. Fərqindəlik özü də məncə yetkinlikdir. Çox normaldır bir insan kimdənsə evlilik təklifi alırsa və müəyyən məqamlar əgər o evliliyə mane olursa, bunun fərqinə varmaq məncə pis bir şey deyil, pis bir nəticə deyil. Əslində yetkinliyin elə özüdür. Bu anı çox gözləyirdim. Məncə baxılana bilərsiniz bizə. Təbii ki. Aha. Səni gözləmədən dadına baxım. İnanılmaz dadlıdır. Çox dadlı salatdır. Çox sevirəm. Ümumiyyətlə belə salat heç də yeməmişdim. Biraz fərqlidir ingrediyentlər ona görə. Çox dadlıdır, Nigar. Nur. Məncə biz səmimi söhbətlərə keçmədən bunu yeyək. Bizi 2 dənə maraqlı oyun gözləyir. Nə oyundur elə? Canlarım mənim, gəlin biraz xaosa ara verək. Bilirsiniz ki, mən hər zaman sizin zövqlü və baxımlı görünməyinizi istəyirəm. Və təbii ki, gözəlliyin ünvanı Savannah Couture'dur. Ekslərə, nextlərə, paxıl qohumlarınıza, hər kəsə acıq vermək üçün sırf Savannah Couture'dan geyməlisiniz. Nigar, sizin atanızla çox gözəl, maşallah, çox belə isti münasibətiniz var. Ona görə də düşündüm ki, bugün biz səni biraz başqa tərəfdən tanıyaq. Sənin uşaqlıq versiyanı. Bunun üçün də təbii ki, biz ən doğru insana yığmalıyıq, sənin atavan.
Bu kartı verirəm sənə. Aha. Buradakı sualları sən verirsən papava və o cavablandırır. Və bəlkə ümumiyyətlə hansı sualı heç verməyək. Olar. Mən atamı zəng edeyim o zaman. İmprovizasiya edək. Papa bəzən sənə kömək eləyir, kontentlə bağlı çox şirin. Əslində məcbur edirəm bəlkə də onu. Heç sevmir kameranı. Sadəcə izləyicilərim o qədər atam paylaşanda geri dönüşlər eləyirlər. Alo, Salam papam, necəsən? salam qızım. Deməli, hal-hazırda mikrofona qoymuşam səsini, verilişdəyəm. Burada bəzi suallar səsləndirməm lazımdır sənə. Sən də onları cavablamalısan səmimi şəkildə. Necə var elə? Eşidirəm. Aha. Deməli, birinci sual odur ki, Nigar uşaqlıqdan qalan əsas xüsusiyyəti nədir Nigarın? Yəni mənim əsas xüsusiyyətim nədir ki, uşaqlıqdan hələ də məndə qalıb? Başdır, verim də. Sən uşaq vaxtından ha qızım. Deməli, həmişə çox mehriban olubsan, məni çox istəyirsən, mən də səni çox istəmişəm. Həm də xasiyyətin də biraz şıltaqlığın olubdu. Şıltaq idin. Hər şey danışdı. Sözün üstə durub tələb edirdin ki, bu şey mən istəyirəm. Tələbkar idim. Hə? Tələbkarlığım, inadkar və tələbkarlığım hələ də uşaqlıqdan bu yana, yəni xasiyyətimdə qalıb, hə? Hələ ki, davam edir hələ də. Aha. İkinci sual. Mənim hansı anım səni ən çox fəxr etdirib? Hansı anda mənimlə daha çox fəxr etmirsən? Bilirəm sən mənə fəxr edirsən zaten, amma yenə də hansı xüsusi an var ki, o səni daha çox belə mənim üzərimdən fəxr etdirib? Deyirdim ki, deyirdin ki, bu xasiyyətin var idi. Deyirdim, məsələn, gedək qızım, bir şey alacağım, məsələn, gedək filan şey lazım. Bilirsən ki, sənə lazımdır o. Sən də istəyirsən. Mən almaq istəyəndə deyirdin ki, baba, bəlkə almayasan. Dedim, niyə? Birdən pulun çatmaz. Balaca vaxtı. Böyüyəndə elə demirdim düzdür, amma balaca vaxtı elə idi. Amma sual əslində uşaqlığımla bağlı deyil idi. Ev yox, canı sağ olsun. Necə görürsən? Gəl indi üçüncü suala keçək. Bu artıq uşaqlığımla bağlıdır. Deyir, uşaqlıqda necə uşaq idim? Yəni sakit idim, yoxsa baş ağrısı idim? Yəni necə bir uşaq olmuşam? Belədir ki, biz həmin maşın sürməyə həvəsim var idi. Sadəcə 5 yaşım var idi. Biz bir yana gedəndə maşınla təkid edirdin ki, ver mən maşını sürüm. Verirdim maşını. Qucağında otururdum da yəni. Uzağımda otururdum, maşın rolu verirdim. Əlimlə birdən bir körpüdən keçirdin. Yəni tutanda əlimi vururdun ki, əlini çək. Yəni necə uşaq olmuşam? Sakit idim, yoxsa sakit sayılmırdım? Ərköyün idim. Sakit deyildim, amma belə də şıltaq da deyildin. O dərəcədə dəcəl olmamışam yəni. Dəcəl olmayıbsan, amma hazır cavab olursan. Hə, bildim. Məsələn. Bəs yaxşı, səndən soruşsalar ki, Nigarın ən güclü tərəfi hansıdır? Sən mənim ən güclü tərəf hansı tərəfimi görürsən ki, mən o tərəfimdən çox güclüyəm? Qızım, sənin güclü tərəfin demək olar ki, sənin məsələn gördüyün işlərlə, yürütdüyün fikirlərlə, qabiliyyətinlə, məsələn, hansını birini demək olar? Demək çoxdur, hə? Bəli. Demək çoxdur. Bəli. Çox sağ ol, papa. Təbii ki, hər bir valideyn üçün. Maşallah, ağıllı fikirlər yürüdürsən, həmişə bir şey biz məsləhətləşəndə sən də demişsin, papa, bəlkə belə şey eləsək, belə yaxşı olar, bəlkə belə olar. Həqiqətən də mən bugünə qədər nə əldə etmişəmsə, nə almışamsa, nə qərar vermişəmsə, hər zaman öz qərarımı verdikdən sonra mütləq şəkildə atamın da qərarının cavabını gözləmişəm. Yəni öz qərarımı versəm də 99% verib 1% atamın fikrindən tamamlamışam. Atam da bunu təsdiqləyə bilər. Onsuz heç bir şey hətta almıram. Bəli. Aldığım shoppinglərdən getmir də, söhbət maşın olsun və yaxud da hər hansı bir böyük bir şey olsun. Şimdi papa, bu da sonuncu sual idi. Gəzməyə çıxırdın, çıxırdıq gəzməyə. Hayal. Başa düşdüm. Yəni bu sualların cavabı məni
Çox qane elədi. Çox sağ ol. Həqiqətən bir evlad üçün bu çox dəyərli bir cümlələr idi, sözlər idi. Mən səni çox sevirəm. Sən mənim bu həyatda ən böyük arxa dayağımsan. Öpürəm səni. Nəinki mən səni, bütün məni izləyənlər çox sevir, biləsən. Hər kəs çox sevir. Həqiqətən. Çox sağ ol. Mən də sizi sevirəm. Sizə həmişə uğurlar arzulayıram. Öpürəm səni, papa. Tezliklə görüşərik. Sağ ol qızım. Mən də sizi öpürəm. Sağ ol. Sağ ol. Allah papaya can sağlığı versin. Nigar çox şirindi. Həm kövrəldim, həm əyləndim. Ay Allahım. Allah bütün valideynlərə can sağlığı versin. İndi keçirik bizim son və çox maraqlı bir oyuna. Oyunun adı Yasaq Elmadır. Niyə soruşma bilmirəm. Amma bilirəm yox. O serial da çox belə xaoslu serial idi. Məncə tam bu oyuna aid. Deməli, sualım nədir? Kiminlə səhər yeməyinə gedərdin? Amma ötən verilişdə izləyicilər çox ciddi aldı bu məsələ. Niyə biz buradan çıxıb heç kim səhər yeməyini sonra göndərmədik. Sadəcə bu oyundur. Ona görə də biraz relax xahiş edirəm. Mən sənə blogerlərin adlarını çəkirəm. Sən də deyirsən ki, onlardan kiminlə səhər yeməyinə gedərdin? Neçə seçimim olmalıdır? Çox. Yəni bir nəfər. Bir nəfər. Bəli, mən 2 nəfər deyirəm. Sən bax tutaq ki, Aytən Fərzəliyeva yoxsa Əpruzə? Hər ikisinə də çox böyük hörmətim var. Hər ikisini də bir xanım olaraq çox bəyənirəm, işlərini də, özlərini də. Düşünürəm ki, Əpruza ilə gedərdim. Niyə? Səbəbini də deyim. Daha çox eyni ortamlarda oluruq. Daha çox tədbirlərdə birlikdə oluruq. Aytənlə daha az görüşmüşük. Yoxsa ki, hər ikisi də çox sevdiyim, belə deyim, işlərini də, özlərinə də çox hörmət elədiyim gözəl xanımlardır. Əla. Çünki bir seçimim olmalıdır. Bəli, təbii ki. Yəni bir nəfərlə 2 nəfərlik masadır da. Əpruzə yoxsa Fidan Caf? Fidanla biz belə deyim, uzun müddətdir bir səmimiyyətimiz var və Fidanla biz çox əyləncəli ortamlarda oluruq. Yəni kimizin olacağımız ortam belə bizim üçün bir əyləncədir. Ona görə Fidan Caf. Fidan. İndi Fidan Caf yoxsa Xatirə Yüzbəyeva? Xatirənin də haqqında eyni şey deyərdim. Hər ikisi də çox istədiyim xanımlardır və demək olar ki, mütəmadi görüşdüyüm, eyni ortamda daha çox olduğum xanımlardır. Mən Xatirə ilə çox gülürəm. Xatirə ilə çox gülürəm və bəlkə də izləyicilər onun fərqli tərəfini görürlər, amma pərdə arxasında mən deyirəm ki, hər kəs tam fərqlidir. Xatirə ilə mən oturanda mənim üz əzələlərim gülməkdən ağrıyır. Xatirə. Doğrudan da yumor hissi insanda çox gözəl bir şeydir. Çox gözəl bir şeydir. Razıyam. Xatirə Yüzbəyeva yoxsa Nəzrin Emin? Nəzrin Emini də çox istəyirəm. Yəni özü də bilir bunu. Biz mütəmadi danışırıq, görüşməsək də. Amma Xatirə deyəcəm. Çünki Nəzrin Eminlə eyni masada əyləşmədiyim üçün heç vaxt elə Xatirədə qalıram. Yoxsa ki, Nəzrin Emini çox istəyirəm. Yəni Nəzrini sadəcə biz nickname Nəzrin Emin olduğu üçün bu cür səsləndiririk. Görək Xatirə nə qədər birinci pillədə olacaq. Növbəti sual. Xatirə yoxsa Afət Quluzadə? Afəti də çox istəyirəm. Dəfələrlə görüşmüşük. Çox gözəl aurası var. Belə deyim, siz səhv edən ola bilsin ki, bəzi onun zəif tərəflərini görürsünüz, amma biz məclisdə oturanda onun maksimum pozitiv tərəflərini biz görürük. Demək, gülmək. Amma Xatirə daha çox görüşmüşəm. Afətlə də bir neçə dəfə oturmuşuq. İndi qaldım belə. Xatirə mi, Afət mi? Hələ ki, Xatirədə qalıram. Xatirə ilə səhər yeməyinə gedən məni də çağırarsınız. Mənə çox maraqlı gəldi bu səhər yeməyi. Xahiş edirəm. Amma yenə deyirəm, mən burada seçim edərkən xüsusi bir səbəbim yoxdur. Afət bilir ki, mən onu çox istəyirəm. Sadəcə bəlkə də o gülməyə ehtiyacım var. Danışıb gülməyə falan. Ola bilsin, şuuraltı olaraq ona görə Xatirə deyir beynim. Tamam. Xatirə yoxsa... Pozitiv olmaq lazımdır, əziz xanımlar. Razıyam, 100% razıyam. Çünki hər kəs arzuladığı insan yüksək aurası olan, yumor hissi olan
və məclisə girəndə o məclisi o enerjisi ilə ələ ala bilən insanları arzulayır. Və siz o məclisdən durub gedərkən belə xatırlanan tək insan da siz olursunuz, inanın mənə. İnsan nə qədər aurasını yüksək saxlasa, yumor hissi də onun içində var, bir çox hisslər var, aktivlik, ünsiyyət, hər bir bacarığını birləşdirib o yüksək enerjini saxlayanda arzu olunan insan olur. Xatirə də əslində elədir, amma mən ona həmişə deyirəm ki, sən səhifədə çox yanlış tərəfləri göstərirsən, etmə bunu. Məncə də xatirə həyatda daha əyləncəlidir. Əslində Instagramda da əyləncəlidir, amma məncə həyatda daha emosionaldır. Emosiyalarını Instagramda biruzə verdiyi üçün yanlış anlaşılır. Bəli, bəli. Çünki insanlar bizim göstərdiyimiz qədərini görürlər və göstərdiyimizi artıq düşünürlər ki, yalnız bundan ibarətik. Amma əslində elə deyil. Bəzən bizim yanlış ifadələrimiz də olur. Zaten insanlar hər şey şişirdir. Hələ başqa cür biraz göstərəndə lap da şişirdirlər. Yaxşı. Xatirə yoxsa Zulek üçün? Həmkar. Zula ilə bizim o qədər ortaq mövzularımız var ki, yəni biz demək olar ki, mütəmadi hər gün, günün birinci, ikinci, üçüncü yarısı mütləq ki, illərdə danışırıq. Doğrudan. Aha. Yaxınsınız onda. Hər kəs kimi bizim də aramızda olur fikir ayrılığı. Məsələn, sonuncu dəfə niyə anlaşılmamazlıq olub, anlaşılmamazlıq? Çoxdan olub bu. Yemək üstündə? Yox. Yəni nə mənada? Küsüşmək falan yox. Yox, fikir mübadiləsi. Fikir mübadiləmiz olur. Məsələn, o qədər necə deyim, adekvat şəkildə o öz fikrini, məsələn, iradını bilir ki, mən sənə razı deyiləm. Mən də ona bildirirəm ki, yox, mən bu mövzuda sənə razı deyiləm. Yəni bunu demək istəyirəm. Sırf ona görə də mənim xoşum gəlir ki, biz öz iradlarımızı bir-birimizə rahat deyə bilirik. Ona görə sonuncu dəfə rahat nəyi bir-birinizə demişdiniz? Hər mövzuda danışa bilirik. Mən söylənən bir çox mövzularda Zuleyə yığacağıq indi. Zule dedi. danışırıq. Sonuncu dəfə nədən danışmışıq? Səhv eləmirəmsə bir nəfər müzakirə eləmişik. Ən sevdiyim. Bir nəfər, daha doğrusu tənqidi bir müzakirə eləmişik ki, haqlı olaraq məncə. Son yazışmamız o olub. Ona görə Zulə söhbətlərimiz çox belə dolu olur. Zulə deyirəm. Tamam. Zulə yoxsa Şafa, Fashion House? Necə belə çətin duruma salırsınız insanlar. Şafanı yaxın zamanlarda tanımışam və onun o səmimiyyəti, onun o belə aktivliyi, ünsiyyətçi olması, eyni zamanda da o göstərdiyi performanslar hamısı bir-birini tamamlayır. Şafa da çox zəhmət adı keçdi. çəkilən insanların haqqında çox fikir söyləyə bilərəm. Ayrı-ayrılıqda hamısına fərqli sevgim və hörmətim var. Şafa ilə də bir neçə dəfə biz oturmuşuq. Çox gözəl. Bilmirəm, sürpriz ad günü də eləmişdilər. Eynən, hə. Çox belə necə deyim, cana yaxın bir xanımdır. Xətrini çox istədiyim bir xanımdır. Sadəcə Şafa ilə çox ortaq mövzularım olmadığına görə mən Zulə deyirəm. Tamam. Zulə yoxsa Nəzrin Nəcəf? Nəzrin mənim çox istədiyim bir xanımdır. Özü də bilir, hər kəs də bilir. Nəzrini həqiqətən onunla hər mövzuda hər şey danışa bilərəm, amma bizim aramızda istəkdən əlavə çox belə fərqli bir hörmət var. İllərdir biz bunu qoruyub saxlayırıq. Onun mənə sevgisindəki olan sərhəddi hiss edirəm. O da məndəki o sərhəddi hiss edir. Biz necə mədənsiz hamınız? Xoşuma gəldi. Əslində səmimiyyət var. Sadəcə insan o sərhədləri müəyyən yerlərdə qoruyanda çox gözəl bir şeydir əslində. Münasibət daha da gözəlləşir. Hə, çox belə dərin ortaq mövzularımız yoxdur. Ona görə hələ ki Zulədə qalıram, amma Nəzrini çox istəyirəm. Və sonuncu, Zulə yoxsa Səadət Nəcəf? Səadət də mənimlə çox belə yaxın münasibətdə olan, hətta bir-birimizlə sirlərimizi, sözümüzü bölüşə biləcəyim bir insandır. Səadətlə bizim mövzularımız daha çox yoldaşlıqdan əlavə sanki belə qohum vibe verir. Bilmirəm, biz qohum deyilik əslində. O istər bizə gələndə ola bilsin ki, o səmimiyyətdən özünü, necə deyim, doğma aparır, o doğmalığı ötürür mənə. Mən onlara gedəndə o şəraiti yaradır, mən də oluram. Hətta ailələrinlə də çox yaxınam. Ailə içi gediş-gəliş olduğumuz üçün Səadət deyirəm. Onda finala yox, qalibimiz bizdə Səadət oldu. Doğrudan. Gözləmirdim. Yəni bilirdim yaxınsınız, amma mən düşünürdüm ki, sən
Nəzirlə Şafayla daha amma görsən, Hə, mən Səadətlə daha yaxınam əslində. Tamam, çox gözəl. Ümumiyyətlə mən bilmirəm Nigar, mənlə razılaşarsan yoxsa yox. Daha yetkin yaşda, indi universitet vaxtı, məktəb vaxtı demirəm. Bir insan haqqında mən fikir nə formalaşdırıram, onun dostu oldu ya olmadı. Mən fikirləşirəm ki, yaşı yetkin insanın dostları olmalıdır. Olmayanda mənə çox qəribə gəlir. Sən razı deyilsən məndən? Mən belə baxıram. Yəni misal üçün, əgər bir insan deyəndə ki, təqdim eləyəndə dostunu, ki, mənim 20 illik dostumdur, 10 illik dostumdur, mən artıq yarı da olsa 50% həmin insan haqqında bir fikir formalaşdırıram özümdə. Demək ki, əgər bu 10 illərlə, uzun illərlə hər hansı bir dostluğu qoruyub saxlaya bilibsə, demək ki, bu insan keyfiyyətli insandır. Yəni bu mənim baxış bucağımdır. Əlbəttə bəlkə də yanıla bilərəm. Amma mənə görə dostluq əgər uzun illər çəkə bilirsə və bir insan həyatında uzun illərin dostu varsa, o özü yaxşı bir göstəricidir. Tamamilə razıyam. Məncə hər kəsin həyatında elə insan olub ki, dostluq eləmisən, qısa, uzun müddət və həyatından çıxıb, amma biri də var ki, yəni hər gələn dost sənin həyatından çıxır. Məncə onda insan biraz özünü sorğulamalıdır ki, yəqin ki, problem məndədir ki, mənim həyatımda yəni ancaq 3 gün, 5 gün tanıdığım insanlar var. Mənim fikrimdir. Bir də hər kəsə də dost demək olmur. Məsələn, barmaqla sayılası dostlarımız ola bilər, ətrafımız böyük ola bilər. Çox gözəl bir şeydir ətrafda çox dost tanışın olmağı. Amma bu dost tanış yaxın rəfiqə və yaxud yaxın dost demək deyil. Bəli. Sadəcə müəyyən ortamlarda, əlbəttə bu mənim şəxsi fikrimdir, amma yenə də məncə bir insanın çox dostu ola bilməz. 100%. Amma ən azından elə bir məncə insan olmalısan ki, olmalısan da yox, olmaq yaxşıdır ki, insanlar sənin yanında sıxılmasın, rahat olsun. Sən bayaq dediyinə gəlirəm ki, aurası yaxşı olsun. Çünki insanlar hal-hazırda elə bir çox paxıldılar. Amma bir şey də belə deyim də Aytən. Bax məsələn, mən sənə xoş aura ötürə bilərəm. Amma elə insan var ki, o mənim bəlkə də xoşuma gəlmədiyi üçün mən ona mənfi aura ötürürəm. O insan üçün mən mənfi auralı bir insanam. Bu da var. Yəni mən hər kəs üçün xoş enerji, xoş aura ötürəcəm deyə bir... Amma adam var ki, ümumiyyətlə o xoş auranı ötürmür heç kimə. Sevdi, sevmədi. Niyə? O aura yoxdur da ümumiyyətlə. O artıq doğuşdan olan bir şeydir. Eynən razıyam. Ona görə deyirlər ki, Allah nurumuzu almasın. Amin. İnsan yaşad olduqca o artıq nur yavaş-yavaş ki azalır. Allah göstərməsin. Adam da var ki, insan yaşad olduqca daha da nuraniləşir, daha da nurlaşır. Nigar, çox xoşumdur səndən. Bu çəkilişi keçirmək, vaxt keçirmək, səni yaxından tanımaq. Elə bir insansan ki, səndən çox şey öyrənmək olar. Mən sevirəm elə insanları. Kimdən ki, çox keyfiyyətli insansan, səndən çox şey öyrənmək. Ümumiyyətlə, mən düşünürəm hətta bu 1 saat ərzində mən o qədər şey səndən öyrəndim ki, bəlkə də sən heç buna varmadın. Amma yəni o çox yaxşı bir şeydir. Çox xoşdur bunu səndən eşitmək. Əslində bu verilişə gəlməmişdən qabaq o qədər məni qorxuzurdular ki, sən niyə hə demisən? Niyə hə demisən? Bu başdan ayağa xaosdur, şəxsi məsələlərdir. Özəl məsələlərə toxunacaqlar. Səni belə çox belə pis vəziyyətə salacaq. Aytən, gərək sən razılaşarsın. Mən dedim ki, mən rahatam. Mən bilirəm necə cavab verim. Amma bax, sıxdın heç? Yox, heç. Əksinə çox belə rahat, çox yaxşı. Ümumiyyətlə təbii ki, mənim sevmədiyim suallar olmadı. Hətta kamera arxasında soruşduğunda çox sağ ol. Bəli, Mənim üçün bu çox böyük bir dəyərdir, çox böyük bir, yəni necə deyim, hörmətdir. Əladır hər şey. İnsanlar başa düşmür ki, mən istəsəm, oy nələr çəkib deyə bilərdim, amma doğrudan da görmürlər, bilmirlər. Yəni sərhədlər aşırılmır. Bəli, təbii ki. Etik qaydalar pozulmur. Demək istədiyimi dedim. Zaten orada dediklərim də mən məcbur edilmədi də. Yəni şəxsi həyatım haqqında heç sual verməmişkən mən orada bir nüansı da vurğuladım ki, normaldır. Mən də normal insanam. Mənim də həyatımda normal hadisələr baş verə bilər. Bu çox normaldır. Və öz reputasiyamı təmizləmək. Bunlar çəkirdən rəvan. Və onu da deyim ki, öz reputasiyamı təmizləmək istəyirəm və demək istəyirəm ki, bəli, təbii ki, bu veriliş bəlkə də biraz fərqlənir digər verilişlərdən. Çünki biz biraz şəxsi məsələlərə toxunmuş ola bilərik. Amma yenə də deyirəm, öncədən mən qonaqlardan soruşuram. Baxın, hansı sualı istəmirsən, hansı mövzu haqqında danışmaq istəmirsən? Mənə deyilir, o mövzulara toxunmuram. Məndən soruşub şəxsən, özəl həyatım barədə istəyirəm, biraz sual verim. Demişəm ki, okey, müəyyən kriteriyalar daxilində vermək olar. Bəli, və sonda Nigar, bu sualı hər kəsə verirəm, sənə də vermək istəyərdim. Hər insanın bu həyatda bir missiyası var və sənin bu həyatda missiyan nədir, onu eşitmək istəyərdik. Missiyamı soruşsaz, mən öz sahəm üzrə gəlin cavab verim. Bildiyiniz kimi mən qida blogeriyəm.
ailə məişət bloqeri də deyirlər el arasında. Mənim missiyam sadəcə o kiçik ekrandan xanımlara hər zaman mətbəxdə fərqli dad kəşf eləmələri üçün ilham vermək, mətbəxdə daha yaxşı aşbaz, evlərinin aşbazı olmaqları üçün motivasiya vermək və özümüzü mətbəxdə olarkən unutmamağı təbliğ eləyirəm. Missiyam budur ki, xanımlar hər zaman həm baxımlı olsunlar, həm özlərini yəni unutmasınlar, həm də necə deyim, əsl mətbəxdə aşbaz, həyatda da əsl xanım kimi öz rollarını heç vaxt unutmasınlar.